Cəlilabad rayonunda 20 yanvar soyqırımının 36 illik ildönümü ilə bağlı anım günü keçirilib. Şəhidlər Xiyabanında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, 1-ci müavin Qalib Xudaverdiyev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, müharibə və əmək veteranları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyətin təmsilçiləri və şəhər sakinləri şəhidlər abidə kompleksinin önünə əklil və gül dəstələri düzüblər. Anım tədbirində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ruhlarına dualar oxunub. Allah şəhidlərimizə rəhmət eləsin. Mirqamət Mirəlioğlu, İqamət Sadiqli, Mətanət Akif qızı, Xalqım TV.